Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi bugün 7 noyabr milli qəhrəman Mübariz İbrahimovun dəfn olunduğu gündür, yəni torpağa tapşırıldığı gündür. Erməni vandalları tərəfindən 2010-cu ildə vəhşicəsinə demək olar da şəhid olub. Allah rəhmət eləsin. Allah o cümlədən bütün şəhidlərimizi rəhmət eləsin. Biz həmişə bu şəhidlərin qarşısında borcluyuz. Biz onlara anım günü, doğum günü, dəfn olduğu günləri keçirdirik. Respublikamızın bütün necə deyərlər, tədbirlərində biz şəhidlərimiz haqqında indiki və gələcək nəsilə bu şəhidlərimizi, qəhrəmanlarımızı tanıtdırırıq. O vaxt eşitdiniz elə Putin, Rusiyanın prezidenti dedi ki, mən Rembo görmüşdüm, ancaq canlı Rembo görməmişdim. Mübariz İbrahimov doğrudan da bütün gənclərimizə elə bir nümunə oldu. Allah rəhmət eləsin, Allah dövlətimizi qorusun, Allah prezidentimizi qorusun, Allah ölkəmizi qorusun və o cümlədən bu ağır gündə bizim sərhədlərimizi qoruyan hərbiçilərimizi qorusun. Sizlərə də Allahdan can sağlığı, bütün Azərbaycan xalqına əmin-amanlıq arzu edirəm. Amin. Buyurun, qoy müəllim də bir kəlmə deyib, sonra siz şeyləri deyərsiniz. Sabahları Azərbaycanda, Bakıda böyük hərbi parad gözlənilir. İnşallah. 5 ildir bizim Qarabağ azaddır. Allah dediyiniz kimi bizim şəhidlərə rəhmət eləsin. Onların hesabına biz Qarabağı götürdük. Və sabahki parad onu göstərir ki, həqiqətən Azərbaycan daha 30 il bundan qabaq Azərbaycan deyil, dəyişilib vəziyyət. Hətta Amerikanın prezidenti Trump bizim prezidentlə, cənab İlham Əliyevlə görüşəndə də onlar dedi ki, yaxşı, sənin o boydana ordun var idi, sən niyə diyandın, qabağa getmədin? Bizim prezident ona dedi ki, mənə artıq lazım deyil, özümkini götürmüşəm, diyanmışam. Bu onu göstərir, onun müdrikliyini, onun böyüklüyünü və onu göstərir ki, onun arxasında həmişə mübariz kimi oğlanlar dayanmışdır. Onların hesabına Qarabağ götürülür. Allah ona rəhmət eləsin. Allah bizim şahidlərimizə rəhmət eləsin. Müəllim buyur, bizim Laçın müəllimdir, şair. Milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin, yəni təsisçinin, mənim təşkilata məsələlər üzrə mühafizə. Buyur, sizdə şəhidlər haqqında. Şəhidlər barəsində o qədər yazmaq olar. Bəlkə yüzlərlə, minlərlə məqalələrimiz olub gedir. Ancaq Mübariz nə deyirlər, o mərdliyini göstərəndən sonra bir mən yox, bütün dünya prezidentləri deyib bir nömrəli qəhrəmanlar. Allah rəhmət eləsin, bütün şəhidlər də, bütün qəhrəmanlarımız da, istər keçmişlər, istər gələcəkdən sonra başımızı qaldanlar. İkinci Dünya müharibəsindən sonra nə qədər qavqalar olur. Hələ bir dənə tam qələbə ilə qutaran oldu. Ancaq Azərbaycan 44 gündə qələbə çaldı. Mən dərbaşdan nətər deyirlər, həm Mübariz İbrahimovun anım gününü qeyd edərək, ona Allah rəhmət eləsin deyirlər, bütün şəhidləri də. Bir də səhərki qələbə bayramımızı təbrik edirəm bütün millət adından, bütün öz adından. İcazə versəydiniz, bir dənə şeir yazmışam. Mən Mübariz barəsində çox şeir yazmışam, çap elətdirmişəm. Ondan indi istəyirəm 2 dənə şeir var, birini heç olmasa oxuyum. Babası Cavanşir, babası Babək, döyüşdə Koroğlu, Mehdi Həzitək, elin o mərd oğlu Mübariz ürək, düşmənə əyilib məğlub edilməz,
Dünya savaşından qələbə çalan, keçilməz dağları qalalar alan, yumruğu poladdan, dəmirdən olan, heç zaman nə sınar, nə də əyilməz. Məğlub edilməyən ordusu olan, torpağı alovdan, addan yoğrulan, musiqi beşiği Şuşanı alan, keçdiyi cığırdan, yoldan yorulmaz. Vardı ölkəmizin baş qəhrəmanı, Ulu Heydər oğlu, igid ilhamı, millətin sevəndir, təmizdir qanı, heç vaxt millətini o darda qoymaz. Var olsun millətim, var olsun xalqım, böyük zəfər çaldı, almadan yardım, azad torpaqlarda bayraq uzatdı, daim dalğalanar, aşağı enməz. İkinci şeirdə icazə versəz oxuyardım, qəzəl halında da qəzəl demək olur. Şəhidlər cənnət məkan, onlara rəhmət olsun. Əbədiyyət məkanı ən gözəl məkan olsun. Hüsnü gözəl Allah'ın verdi şəhid zirvəsi, igidlərin məkanı Azərbaycan olsun. Dövlət vətən sevgisi Allah'a da xoş gedər. La ilahə deyərək ölənlər şəhid olsun. Əlində silah tutub kim qorudu vətəni, Resul Allah yanı məkanı behişt olsun. Cənab-ı Cəbraildən nida gəlsin onlara, ən böyük bir mükafat Allah'ın eşqi olsun. Nurla dolsun məzarı, vətən üçün can verənin, nəğməsi zəminxara təsnifi dəşli olsun. Əbədiyyət nəğməsi yazılsın igidlərə, torpaq üstə ölənin vətəndə büstü olsun. Meydanlarda, parklarda əbədiləşsin adı, ən böyük məkanı zirvənin üstü olsun. Koroğlu tək, Nəbi tək, dastanları yazılsın, adları həm mübariz, həm Polad Həzi olsun. Nəğmə qoşaq onlara Laçının sözü olsun. Bunun baş hərflərini oxuyanda şəhidlər cənnət məkan yazılır. Baş hərflərdən fərqli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin, Allah Siz də sözlü deyin, bir axsaqqal. Biz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daxili və xarici siyasət bəyənirik. Onların anaları, yahud onların əllərindən ötürək. Erməni tıraları bilməlidirlər ki, dəmir yumruğu hər vaxt yerindədir. Sağ ol. Axsaqqal, siz də kəlmə. Vallahi şəhidlər haqqında o qədər danışmaq olar ki, daha heç hədsiz Polad Həsimov kimi şəhidlər, bütün şəhidlər hamısı elə Polad Həsimov. Hamısı şərəfli, hamısı Allah hamısının yeri cənnət eləsin, yerləri döyüşdür. Nə deyim də, böyle danışmaq olar. Məsələdir. Mən axırda Bura bilmir. İbrahim kişi. Siz də bir kəlmə bir söz Biz de onu deyin. deyə bilərik ki, burada deyilən sözlərə hamımız şərik, təkcə mən yox, hamımız şərikdir. Allah ölənlərə rəhmət eləsin, şəhidlərimizə. Yəni Allah analarına, atalarına səbir versin. O analara, atalara hamımız boş yox deyil, o övladlar yetiriblər. Bizi bugünkü gündə belə azad, firavan bir həyat yaşamağa nasip olmuşuq. Allah onlara qəni rəhmət eləsin. Yerdə qalanlara da can sağlığı. Amil bəy, siz də bir şəhid qardaşı kimi. Şəhid qardaş kimi bir kəlmə də Axsaqqal, siz də sözlü deyin. Ümmət bəy. Allah rəhmət etsin şəhidlərimizə. Onların sayəsində biz azad gəzdik, azad nəfəs alırıq. Bəli, biz 2020-ci ildə dəmir yumruq kimi cənab prezidentimizin arxasında birləşərək biz torpaqlarımızı o mənfur düşmənlərdən azad etdik, bu şəhidlərin qanı, canı bahasına. Biz həmişə cənab prezidentimizin arxasında durmuşuq, bir dəmir yumruq kimi birləşib, dayanmışuq. Həmişə torpaqlarımızı, dövlətimizin bütövlüyünü qorumağa qadirik. Özünüz bildiyiniz kimi xarici, yəni dövlətlərdə xarici siyasətlə cənab prezidentimiz məşğuldur.
daxildə biz birləşərək bir Azərbaycan vətəndaşı kimi daxildə biz cənab prezidentimizə dəstək olmalıyıq, həmişə kömək olmalıyıq. Yenə deyirəm, Allah bütün cəmiyyətimizi qorusun, Allah cənab prezidentimizi qorusun, Allah dövlətimizi, ölkəmizi qorusun. Allah bu ağır günlərdə bilirsiniz də dünyada gedən prosesləri ağır vəziyyətdir hər yerdə. Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin, ümumiyyətlə indi Pakistan müharibəsi. Ona görə elə biz də ayıq-sayıq olub dövlətimizə həmişə dayaq olmalıyıq. Söz yox. Biz həmişə dayağıq. Bu şəhidlərimiz canlarını verdilər bu torpaq uğrunda, bizim azadlığımız uğrunda. Biz onların hesabına indi başımızı dik tutub gəzirik. Biz 30 ilə yaxın bu mənfur düşmənin işğalı altında olan bu torpaqlarımızda başımızı aşağı tutub gəzirdik. Amma sağ olsun cənab prezidentimiz, eşq olsun bizim bu şəhidlərə, qəhrəmanlara, onların qanı, canı bahasına biz indi başımızı dik tuturuq. Torpağımız azaddır. Dövlətimizin torpaqları bütövdür. Ona görə hamıza yenə mən azad, xoşbəxt, firavan həyat sürmək arzulayıram. Yəni bu dövlətimizin polisləri sayəsində, dövlətimizin hərbiçiləri sayəsində mən çox xarici dövlətlərdə olmuşam. Amma Azərbaycan dövləti kimi rahat gəzən, rahat necə deyirəm, sərbəstlik sürən ən gözəl dövlət elə bizim dövlətdir, Azərbaycan dövlətidir. Ona görə biz həmişə vətənpərvər bir insan kimi bu dövlətimizin yanında olmalıyıq, prezidentimizin yanında olmalıyıq. Yenə deyirəm, bütün şəhid valideynlər qarşısında baş əyirəm, onların əllərindən öpürəm. Yenə deyirəm, bugün bildiyiniz kimi yenə təzədən təkrar olmasın. Milli qəhrəman Mübariz İbrahimovun torpağa tapşırıldığı gündür. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin ki, sağalıb bizim cəmiyyətimizə qoşulsunlar. Əziz yoldaşlar, bugün bizim qürur, fəxrlə qeyd elədiyimiz öldürülmüş şəhidlərimizin torpağı hansı ki işğaldan azad ediblər. Allah dövlətimizin bayrağını uca eləsin, dövlətimizə can sağlığı versin. Amin. Bütün şəhidlərimizə Allah rəhmət versin, qazilərimizə və vətən uğrunda döyüşən yoldaşlara Allah can sağlığı versin. Amin, amin. Burada Səmədoğlu'nun bir şeiri yadıma düşdür. Ey Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası varmadı min təriqətin. Aç qapısın sən həqiqətin. Nə olur bir yeni işıq ver bizə. Bizim kör yaranmış gözlərimizə. Bəlkə də yaxşını seçək yamandan. Ta ki qansız keçən bir güzərandan. Yazıqdır dünyanın məşvəti insan. Böyüksən, adilsən, kes günahdan. Qoyma ki yerlərdə sürünsün bəşər. Dünyada qalmasın nə pislik, nə şər. Yaxşılıq insana bir sənət olsun. Dünya başdan başa qoy cənnət olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin bütün şəhidlərimiz. Qazilərimizə can sağlığı. Vətən uğrunda döyüşən yoldaşların Allah canlarını sağ eləsin. Çok Amin, 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 amin. Bizim prezidentimizin yanında. Minnətlər hamımıza. İndi yenə kiminsə sözü var. Cavan oğlanlar bəlkə danışmaq Bir də siz qeyd elədiniz, bizim xarici siyasəti, onu qeyd eləmək lazımdır ki, Azərbaycanın xarici siyasəti elə qurulur. Bizim prezidentimizin rəhbərliyi altında Hikmət Qadıyev bir tərəfdən, Ceyhun Bayramov o birisi tərəfdən. Elə aparırlar xarici siyasəti ki, o birisi ölkələri, nümayəndələri mat qalırlar ki, balaca ölkədir, 10 milyon əhalisi olan ölkə Amerika kimi dövlətlə, Rusiya kimi dövlətlə
Elə danışır ki, elə bir bunlarla bərabər. Bu da bizim prezidentimizin hesabına olan şey. Onu da heç vaxt unutmaq lazım deyil ki, xarici siyasətin başlanğıcını bizim Ulu Heydər qoydu. Onun milli lider. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. O başlayıb, fundament onluqdur. Ondan sonra o şey başlayıb bizim siyasət böyüməyə. Kiminsə sözü var? Dua vereyim. Buyur Məşəd. Çıxmayacaq. Yox, çıxdı bu ya. Buyur ver. Buyur. Allah rahmet eylesin. Allah sözden de razı olsun. Bir de onu qeyd edeyim ki, bütün bizim Respublikanın bütün rayonlarında Milli Qəhrəman Mübariz İbrahimovun anım günü keçirilir. Şəxsən mən beləsi vardı olmalıydım bugün. Bu tədbirə görə getmədim. Mənim cəmiyyət üzvlərim, birinci müavinim orada indi hal-hazırda Sədrəddin müəllim, Mirhənif ağa, beləsi varın təşkilat sədri hal-hazırda orada tədbirdədirlər, onun evindədirlər, ziyarət edirlər və tədbir keçirdirlər. Allah yenə bütün şəhidlərimizə rəhmət eylesin. Qaziler bize can sağ olsun. Can sağ olun. Hamıza minnətdaram. Çox sağ olun. Çox sağ olun. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Operator Neymət Muradlı, montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.